Bir gün Peyğəmbər narahat idi, ağlayırdı, göz yaşı tökürdü. Görürlər Peyğəmbərin gözünün yaşı qurumur, evdə ağlayır, neçə gündür. Özü aralarında oturub danışırlar, görəsən Peyğəmbər niyə ağlayır? Salman da onların arasındaydı. Salman deyir ki, mən bilirəm Peyğəmbəri şad eləməyin yolunu. Mən bir şey bilirəm ki, nə zaman Peyğəmbər Fatiməni görür, ürəyi sevinir. Dedi, Fatiməni çağırmaq lazımdır. Dedilər, Salman, elə ən yaxın sənsən bu ailəyə, ged özün çağır. Gəldik, ədəblə dayandı. Fatimənin qapısının qarşısında gərək belə ədəblə dayanardılar. Ədəblə dayandı, Əssəlamu aleyki ya Fatimətü Zəhra. Xanım Zəhraya salam dedi. Xanım qapıya çıxdı ki, Salman, nə sözün var, niyə gəlmirsən? Dedi ki, ay Peyğəmbərin qızı, sizin atanız çox narahatdır. Gedək onun qəlbini şad eləyin, sizi görməklə ürəyi sevinəcək, şad olacaq. Xanım Zəhra çadırasını başına giyinir, çadıra neçə yerdən yamaqlı idi. Salman bu mənzərəni görür, deyirlər, qəhər boğazını boğur. Baxır, Salman, niyə ağlayırsan? Gözündən yaş axır. Deyir, ay Peyğəmbərin əziz qızım, mən çox şahlar görmüşəm. Şahların qızının da yaşayışını görmüşəm. Məxluqatın əşrəfi, aləmin fəxrinin qızı belə vəziyyətdə, belə yaşayır. Deyib, baxdı, dedi, Salman, biz əhl-i beyt üçün bu şeylərin dəyəri yoxdur. Mən bilmirəm, Salman bu çadıranın toza batdığını görəndə hansı hallara qaldı, nə vəziyyətə qaldı. Deyir, o qədər ürəyi doldu Salmanın. Dedi ki, gedim şəhərdən kənara çıxım Mədinədən bir Nəxlistanda, xurmalıqda oturum, doyuncan ağlayım Fatiməyə. Mərifət sahibi dağı bilir, nə baş verdiyini bilir. Deyir, gəldim, oturdum ki, ağlayam, gördüm, ya Zəhra səsi gəlir. Gördüm, bir nəfərin səsi gəlir, ya Zəhra deyib, sızıltı ilə ağlayır. Yandırır adam onun səsi. Deyir, gördüm, tanış səsdir. Baxıb boylananda gördüm, o adamsız, o məzlum əlidir. Dizlərim qucaqlayıb, oturub, tək, heç kəs yoxdur, ya Zəhra deyib ağlayır.